Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İmam Zaman əleyhissalamın zuhurunun qəti əlamətlərindən biri də Xorasan adlı bir şəxsin xuruc etməsidir ki, həmin şəxs Xorasan əyalətindən zuhur edəcəkdir və İmam Zaman əleyhissalama kömək olaraq onun gəlişi üçün zuhura zəmini hazırlayacaqdır. Xorasan vilayəti dedikdə keçmiş coğrafiya nəzərdə tutulmuşdur. Bəziləri Xorasaninin İmam Həsən Müctəbə əleyhissalamın nəslindən olduğunu vurğulayıblar. Hədislərdə gəlibdir ki, qara bayraqların sahibi olan Seyyid Həsəni, yəni Xorasani, nurani cöhrəli bir şəxs olaraq zuhur etdikdə belə car çəkəcəkdir. Sizdən kömək istəyən Ali Muhammedin dadına çatın. Batil bir iddia etməyəcək, yalnız rəis və başçı olacaqdır. Onun danışığı və rəftarı Peyğəmbərin şəriəti ilə uyğun olacaqdır. Xorasani meydana gələn dövrdə dünyanı zülm və küfr bürümüş olacaqdır. Cəmaat zalim və fasiqlərin əlindən əziyyət çəkəcəklər. Bir çox insanlar onun bu çağırışını ləbbeyk deyərək onun başına toplaşacaqlar. Seyyid Həsəni onlarla ədalətlə rəftar edəcəkdir. Bir çox məntəqələri getdikcə işğaldan azad edərək öz məntəqəsindən ta Kufəyə qədər olan əraziləri təmizləyəcək, bu torpaqları zülmkar və kafirlərdən azad edəcəkdir. Kufəyə yetişdikdə isə ona İmam Zaman əleyhissalamın zuhur etməsi xəbərini çatdıracaqlar və o İmam Zamanın huzuruna yetişəcəkdir. Onun qoşununda İmam Zamanın əskərlərindən də vardır. İmam Zaman əleyhissalamın huzuruna yetişən Seyyid Həsəni İmam Zamandan onun imamlığını sübut edəcək dəlil və sübutlar istəyəcəkdir. İmam da ona öz dəlillərini göstərəcəkdir. İmam Sadiq əleyhissalam buyurur ki, and olsun Allaha ki, Seyyid Həsəni İmam Mehdini tanıyır və o imamın haqq olmasını da bilir. Lakin onun imamdan imamlığını sübut etmək tələbi həqiqəti cəmaata və öz əshabına aydınlaşdırmaqdan ötürüdür. Dəstəsindən olan 4000 nəfərə yaxın İmam Zaman əleyhissalamın dəlil və sübutlarının müqabilində bunu sehr adlandıracaqlar və imama beyət etməyəcəklər. Əvəzində isə İmam Zaman əleyhissalam onlara bir çox moizə və nəsihətlər edəcəkdir. Hətta öz dəlil və sübutlarını onlara bir daha təsdiqləyəcək və 3 gün onlara möhlət verəcəkdir. Lakin 3 gün müddəti tamamı yetdikdən sonra onların çoxsu yenə də imama beyət etmədikləri üçün məhv olacaqlar. Bu oxşar hərəkət Həzrət Əli əleyhissalamın Siffeyn döyüşündə olan qoşunundakı xəvariciləri bizlərə xatırladacaq. Beləliklə də Seyyid Həsəni haqq olaraq döyüşəcək, imamın gəlişi üçün zəminə yaradacaq və sonda İmam Zaman əleyhissalamın özünə və qoşununa mülhəq olacaqdır. Allah bizləri də o günü görənlərdən və imamə tabi olanlardan qərar versin inşallah.